Salam əziz izləyicilər, bugün sizə təbiətin ən güclü şəfa mənbələrindən biri olan zəncəfildən danışacağam. Bu kiçik, amma çox güclü kök, əsrlərdir həm qida, həm də təbii dərman kimi istifadə olunur. Zəncəfilin faydaları ilə başlayaq. Zəncəfil orqanizmdəki iltihabları azaldır, ağrıları yüngülləşdirir və immun sistemini gücləndirir. Onun tərkibindəki gingerol Əsas videoya keçməzdən qabaq, hazırladığımız videoya dəstək olmaq üçün bu videonu bəyənməyi, kanala abunə olmağı və yeni məlumatlardan xəbərdar olmaq üçün bildirişləri açmağı unutmayın. Biz sizin üçün ən yararlı məlumatları hazırlayırıq. Ürək bulanma və həzm problemlərinə qarşı da çox təsirlidir. Zəncəfil mədə şirələrinin ifrazını artırır, qida parçalanmasını sürətləndirir və qaz problemlərini aradan qaldırır. Bundan başqa, o qan dövranını yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və maddələr mübadiləsini aktivləşdirərək arıqlamağa kömək edir. İndi isə gəlin zəncəfil çayının hazırlanmasına baxaq. Hazırlamaq üçün sizə təzə zəncəfil kökü və limon lazım olacaq. Təxminən 2-3 nazik dilim zəncəfili 1 stəkan qaynar suya əlavə edin və 10-15 dəqiqə dəmləyin. Daha sonra 1 çay qaşığı bal və biraz limon suyu əlavə edin. İstəsəniz, dadını və təsirini artırmaq üçün biraz darçın və ya mixək də əlavə edə bilərsiniz. Bu çay həm isti, həm də ilıq halda içilə bilər. Ən yaxşı təsiri üçün səhərlər ac qarına və axşam yatmazdan əvvəl içmək tövsiyə olunur. Gəlin indi də zəncəfil çayının faydalarına baxaq. Bu çay bədəni iltihabdan təmizləyir, immuniseti möhkəmləndirir, boğaz ağrısını və öskürəyi azaldır, qan dövranını normallaşdırır və orqanizmdə enerji səviyyəsini artırır. Daimi içildikdə maddələr mübadiləsini sürətləndirir, bədəndə yığılan toksinləri atır və arıqlamağa kömək edir. Zəncəfil çayı həm də stresi azaldır, bədəni sakitləşdirir və yuxu keyfiyyətini yaxşılaşdırır. Amma diqqət edin, zəncəfil çox güclü bitkidir. Həddindən artıq istifadə mədə turşuluğunu artıra bilər. Gündə 2 fincandan çox içmək məsləhət görülmür. Hamilə qadınlar və mədə xorasından əziyyət çəkənlər isə həkimlə məsləhətləşməlidir. Əziz izləyicilər, zəncəfil çayı sadə amma çox təsirli bir şəfa mənbəyidir. Orqanizminizi gücləndirmək və təbiətin enerjisini hiss etmək istəyirsinizsə, bu çayı gündəlik vərdişinizə çevirin. Videonu bəyəndinizsə, kanala abunə olmağı və növbəti faydalı videolar üçün bildirişləri aktiv etməyi unutmayın. Sağlam qalın və təbiətin şəfasından faydalanın. Əgər videolarımızda reklam və ya məlumat yerləşdirmək istəyirsənsə, o zaman bizim əlaqə nömrələrimizə yazın və videolarda reklamlarınızı yerləşdirin.